İtalyanın pizzasından daha dadlı pizza bişiririk. Nə bilim, Türkün dönərindən daha dadlı dönər bişiririk. İstəyirəm, başıma nəsə bir qeyri-adi bir şey gəlsin. Yəni, əlindən kameranı oğurlayacaqlar sənin falan 5 mekan. Al əlimdən kameranı qaç get də. You don't know what you say you know. Durduq yeri məni tanımadı. Rüşvət verdim, dedim, yazma. Yazma, ay nəsib. Yaxşı, niyə əsəbləşirsən? Salamlar, bir də salamlar. Hardayıq? Phnom Penh, Kambocanın paytaxtında. Bura mən qaldığım məhəllədir, bura mən qaldığım yerdir. Phnom Penhdəyəm. Phnom Penh dedim də Kamboca paytaxtıdır. İndi gedək biraz Phnom Penhdə gedək. Əslində limitdən artıqdır buradayam. Bir təxminən neçə gündür? 5 gün falan olar buradayam. Hələ 2 gündə qalacam. Phnom Penhə sırf yatmaq məqsədi ilə gəlmişdim. Həqiqətən də elə oldu. Yəni neçə gündə ancaq yatıram. Dedim bir video çəkək, bir Phnom Penhi gəzək. Dedim bir Phnom Penhi gəzək və çıxdım Phnom Penhi gəzməyə. Buraları bir bazı gəzmişəm Phnom Penh. Phnom Penhin əsas iki məşhur yeri, düzdür, yəni pis məşhurluqdur bu, amma yəni Phnom Penhə gələnlərin bir çoxsu yəni ora gedir görməyə. Bir bu işgəncə Pol Pot dövründə Pol Pot birisi yəqin ki çox böyük soyqırım edibdi burada öz millətinə qarşı. Onun işgəncə mərkəzidir. İşgəncə və sorğu mərkəzi belə bir yerdir. Bir də ölüm tarlaları deyilən bir ərazi var. İkisinə də getdim, onun videosunu ayrıca paylaşacağım. Çünki o istəmirəm yəni o bu video ilə qarışsın. Onun çünki yəni ürəyi zəif olanların o video baxmağın falan məsləhət görmürəm. Belə, haydi getdik, Phnom Penhi gəzək. Deməli, maraqlı bir hadisə baş verdi. Nə oldu? Video çəkmək istəyirdim ki, Kambodjada yol polisi yoxdur. Həqiqətən də neçə gündür Kambodjadaydım və yol polisi deyilən şey, yəni ümumiyyətlə təkcə məni heç kim yol polisi saxlamırdı da. O video başlamaq istəyəndə motosikletin öz üstündəydim. Yəni video başlayırdım ki, baxın burada yol polisi yoxdur falan beşikən, yol polisi saxlar. Və yəni gəlib kiməsə deyirəm ki, məsələn məni yol polisi saxlar, deyir ki, yəni burada yol polisi var. Yəni yeri cəmaət deyir ha, düşün. Görürsünüz burada bir çay var. Biz o çaya axşam gələr, axşam oranın mənzərəsi olur. Heç kim olmur orada otururam. Tonle Sap çayıdır. Tonle Sap çayı ilə Mekong çayı gəlir Phnom Penhdə birləşir. Və elə Mekong çayı olaraq da yoluna davam edir. Buradan gedir Vyetnama keçir. Vyetnamdan da artıq dənizə tökülür. Phnom Penhin Night Market. Düzdür, hələ axşam deyil, amma yemək yeməyə bura gəlirəm mən. Bura günorta gəlməmişəm, amma Phnom Penh Night Market. Night Market'ə günorta gəlməzlər də. Adı üstündə Night. Heç yer açılmışdır. Burada bir dənə Türk şaurması var, amma dadı o deyil, dadı o deyil. Dünyada, özüm ölüm, Azərbaycandakı kimi dadlı ət heç bir yer, hər şeyi dadlı eləyirik. Vallahi, yəni İtalyanın pizzasından daha dadlı pizza bişiririk. Nə bilim, Türkün dönərindən daha dadlı dönər bişiririk. Rusun paytaxt salatından daha yaxşısını biz hazırlayırıq. Yəni həqiqətən hər şeyin ən yaxşısı bizdə olur. Ciddi deyirəm ha, yəni bu bir şey deyil. Yəni Azərbaycanı durduq yerə tərifləmək videosu falan deyil. Həqiqətən deyirəm, yəni istənilən dünya mətbəxindən istənilən şey götürür, onun ən yaxşısını biz hazırlayarıq. Qürur duyurum. Bax deyirəm də, yəni burada bu vaxtları açıq olan hamısı bağlı deyirsiniz. Night Marketdən sonra. Axşam, bura axşam gələrik, axşam. Gedək bu qarışıq-qırışıq yerlərdə biraz gəzişək. Bu da bunların ümumi bazarı. Ümumiyyətlə, Phnom Penh deyəndə, yəni Kambodjadır, bütövlükdə Kambodjadır. Yəni, qiymətlər olduqca münasibdir. Həqiqətən, yəni nəsə alırsınızsa, Laosdan, belə deyim, daha ucuzdur. Taylanddan daha ucuzdur. Belə deyim də, hələ ki Vyetnama gedəcəyik, Vyetnam böyük ehtimalla buradan daha ucuzdur, amma Cənub-Şərqi Asiyanın indiyə qədər, belə deyim də, gəzdiklərimiz içərisində ən ucuzu Kambodja ola bilər. İstər yemək, istər, nə bilim, başqa şeylər, hər şey demək olar ki ucuzdur, yəni qalmaq falan 5 mükən, hər şey. Nə bişirirsiniz burada? Salam əleykum. Burada balıq var, dəniz məhsulu, oyda.
Bir dənə iyi vurdu, bir dənə iyi vurdu. Xərçənglərə bax, xərçənglərə bax. Oyda, bunlar hər şey var, var. Aa, burada satmalıqlar şey yoxdur ki, hər şey satırlar. Tısbağa da satırlar burada. Fikir, tısbağa da var. Aha. Aa, bu. Yəni dənizdən nə çıxırsa, dəniz yox, çaydır böyük ehtimal. Bunlar çaylardan çıxır. Hə, çaydan nə çıxırsa burada var. Amma biraz antisanitariyadır. Mən buranı aktaya şikayət edəcəm. Ay, oğurub gedəcəm, ay, niyə yatırsan? Mən buranı aktaya şikayət edəcəm. Burada antisanitariya var. İşin maraqlı bazardır. Neydi? Çox maraqlı bazardır. Amma maraqlı bazar dostluğu pozar deyil. Hello. O əziz. Burada Tonlesap, bir de Mekong çayları var da. Oradan nə çıxırsa gətirib burada satırlar. Yəni nə çıxırsa belə maraqlı bir söhbət. Yəni belə bir bazar. Dikili buralarda ara küçələrə girək görək nələr var, başımıza nə işlər gəlir. İstəyirəm başıma nəsə bir qeyri-adi bir şey gəlsin. Yəni uğurlasınlar məni. Ay, niyə sındırırsan onun qapısını? Hara gidiyor ya? Okay. Ha? Okay, belki. Onun qapısını, yetimin qapısını vurub sındırdı. Prius'un. Yetim Prius. Prius dünyanın hər ölkəsində Prius mağman deyir. Özüm əlim. Yəni nə olursa Prius olur. Əgər bahalı adam maşını elənsə vur görüm şey eləyə bilərsən. Bahalı adam özü, bahalı maşın da yox. Bahalı adamın maşını. Biri var bahalı maşın, biri var bahalı adamın maşını. Yəni Bəcə bunu vur görüm elənsinə. Vura bilərsən, vuranmarsan axı. Və dağırdan, Prius dünyanın hər yerində, yetim Prius, ya mağmun Prius. Yəni nə olursa Prius olur. Bakıda da Prius eynidir, Kambodjada da eynidir, yəni nə bilim. Meksikada da eynidir. Ay, nə də xışlayasın bizi? Amma Phnom Penh çox istidir, çox istidir. Belə dəhşət istidir ha. Yəni biri var isti, biri var dəhşət isti. Yəni göydən şər yağır, yəni belə isti yoxdur. Həqiqətən belə isti yoxdur ha. Lobya, ah lobya, lobya, lobya. Dünyadakı ən belə gərəksiz tərəvəzlərdən birisi ola bilərsən, ay lobya. Ya bu 7-Eleven'dan bir şeyler alaq çək. Biraz sərinliyək adam. Bax, gəlsən 7-Eleven'a, düzdürmü? Buradan bir dənə böyüyündən belə bir şey götürürsən, götürdün. Bu neçədir? $1.30 var. Bunun için kola ilə doldurursan belə. Düzdür, bunu su ilə qatışdırıblar, amma olsun deyil. Bunu doldurdum belə. Doldurandan sonra qədər. Sonra bunu belə bir şey deyirsən. Bu elə buzlu. Aha. Buzun çox eləyirsən ki, çox bəs eləsin sənə. Yəni tez isinməz. Aparırsan bunu kassaya verirsən. Kassaya aparırsan bunu. Alo. Ay, bunu apardın kassaya verdin. Kassa indi sənə deyəcək nə qədər edir o. Nə qədər elədir? Okay. Thank you. Thank you, Bob. Gün boyu için hazırdır. Thank you. Bu arada şeyi demiştim neyse bir təkrar biliyin anası diyerekten. Kambodjada öz pulları ilə yanaşı dollardan da istifadə olunur. Yəni 2 dənə verdim. Burada oturup toyuq basaram. Hə, sənə burada oturup toyuq basarım. Can I sit here? Okay. Aa, so. Hə, toyuq basdım. Hə, sən. Hə. Gözlə görək. Bir də həyecanlandırma məni. Street chicken fried. Chicken fried. Chicken fried, yes. Right here. Yeah.
Chicken fried. Chicken fried. Oh. Kızarmış toyuqdan gözəl nə ola bilər? Burada da var mişu var. Hə, burada keçir, nədir onun adı? Öz pulları ilə yanaşı dollardan aktiv istifadə edirlər. Yəni hər yerdə dollardan, yəni belə ödəniş rahat-rahat edə bilirsən də. Bunu indiyə qədər cəmi bir ölkədə görmüşdüm ki, yəni dollardan bu qədər aktiv istifadə eləyir. Thank you, thank you. Argentinada da bundan belə istifadə edirdilər, yəni dollar. Amma Argentinada rəsmi olaraq istifadə olunmurdu. Yəni mağazaların üzərində o qədər çox görmürdük. Bir Venezuelada bu aktiv var idi. Bir də indi burada. Yəni hər yerdə fikir verin, görürsünüz. Fried chicken meat məsəl üçün 1.25 yazır, qabağında da bunun Kamboca pulunu yazır. Belə. Hə, qadam, yedişdik, yolumuza davam. Gedək biraz gəzişək Phnom Penh'də. Ay, nə qədər banan satır üstə. Aha, o arzuladığım o xaotik yerləri axır ki, burada nə var? Toyuq. Yeyib içmək yerlərdir, buralar. Buralar yeyib içmək yerlərdir, Buradan nə verirsə, toyuq, cücü, balıq. Aha, balıqlara var. Bu nəyin ayağıdır? Nəyinsə ayağıdır. Ha, bu arada, onu demədim ya, belə şey gördüm, yadıma düşdü. Mənə dəfələrlə dedilər ki, istər bura gəlməzdən əvvəl Siem Reap'da olsun, istər indi qaldığım yerdə olsun, dəfələrlə dedilər ki, bəs çox diqqətli ol, çox diqqətli ol, filan beş mekan. Sən əlində kamera ilə gəzirsən, əlindən kameranı oğurlayacaqlar sənin filan beş mekan. Dedim, öz sözünüzü danışın. Amma yəni nə yalan deyim, darıxmışdım o, ehtiyatlı ol, kamera oğurlayacaqlar sözü üçün. Aman necə darıxmışdım. Axırıncı səfər mən o sözü Braziliyada Braziliyada eşitmişdim axırıncı səfər o sözü. Yəni necə darıxmışdım o söz üçün. Dedim, başıca dönüm, siz belə oldunuz, mən sizi çox istəmədim. Yoxsa hamı məsum şey eləyir, ona nədir, öz əlindəki kameranı laf sənə verər falan. O məsumluq istəmirəm, belə vəhşilik. Al əlimdən kameranı qaç get də. Al əlimdən kameranı çıx get. Yəni o həyəcan, yəni Cənubi Amerikadakı o həyəcan, yəni həqiqətən az da olsa hiss olundu burada. Mənli ət doğrayırlar. Toyuq. Aha. Toyuq doğrayır, amma sənə deyim, yəni konkret antisanitariyanın, yəni belə səncə antisanitariya sözü olmasaydı mən bura antisanitariya deyərdim də, yəni elə bir deyir. Hərrəndim buranı. Bura görürsünüz, buradan bir yer var. Buradan Tonle Sap'a gəlir. O bir tərəfdən də Mekong gəlir, birləşir. Tonle Sap belə deyim də Mekonga birləşir. Mekong yoluna ilə Mekong olaraq davam edir. Buradan çıxır gedir Vietnama. Vietnamda da Ho Chi Minh tərəflərdə falan tökülür artıq dənizə. Ne büyük məbəddə bu. Ne var? Çok büyük değil. Temple, okay. Are you a Buddhist? No. Oh, you're not a Buddhist? No. We are Buddhists. Okay, I know. What is your religion? Where are you from? Azerbaijan. Azerbaijan. Yeah. Europe? Huh? Azerbaijan between Europe and Asia. Oh, Europe. Yes. Belə bir Buddhist məbəd. Artıq You can do like old town, like that. Old Town. Yeah, I know. Looking around. Yeah, I know. Look around city tour 1 hour by tuk-tuk. I show you around. No, I don't need. I show you 10 places. No, thank 1 you. hour. No, Just thank 1 you. hour. Thank you. I don't. You walk, you don't know the history. Thank You you. don't know the history. I know history. Tell me, Cambodia, how many percent is Buddhist? How many Huh? percent? How many presidents? Yeah. It's I don't care about this. You don't know, but you say you know. Əsəbləşdi. Heç şey də onlar nədir? Kambodjanın neçə prezidenti şeydir. Buddhist olubdu ulan 5 metrə. Mən niyə danladı durduq yerə? Durduq yerə məni danladı. No, I don't need. Thank you. I don't need. I'm taking I'm taking video. Thank you. I'll take it. No need. Thank you.
Əl çəksə bir dənə bu əl çəksə çox qəşəng söhbət eləyəcək. Əl çəkmir. Getdi, nə olar, get, nə olar, çıx, get. Hə. Bu da bunların Budist məbədi. Budist məbəd çox gördüyümüz üçün artıq bura çoxdur. Amma bir xeyli böyükdür. Yox. Bir xeyli böyükdür. Davam. Çünki bu məndən əl çəkməyəcək. Yapışdı mənə, qorxmur. Qorxmur, imkan vermir. Ora, dediyim kimi, bir Budist məbəd idi. Qabaq da artıq bunların kraliyyət saraylarıdır. Kamboca krallıqdır biz. Buranın kraliyyət sarayıdır qabaqdadır. My friend yandan görəndə istəyirəm vurun da. My friend nədə kişi? My friend deyən adamdan uzaq dur qardaş. Bax, görürsən qışqırır. My friend deyən adam sənə nəsə satır. Milyon faiz. Burada Kambocanın Royal Palace nədir? Kraliyyət sarayı. Kralın oturduğu yer. Yəqin ki, nəsə bir şey çıxışsa da olanda cəmaat buralara yığışır. Kral da ora çıxır da. Belə bir kraliyyət sarayı. Phnom Penh oğlum. Bu arada Kambocanın tarixindən belə uzun-uzaq danışaram, amma maraqlı olmur deyin neticəsə. Onun üçün danışmıram, yaxşı eləyirəm danışmıram. Mən bilim bəsdir. Amma kiçik bir məlumat verim ki, Kamboca vaxtında Fransa müstəmləkəsi və ta keçmiş zamanlarda Taylandın tərkibində idi. Sonra Fransa müstəmləkəsi oldu. Və 2-ci Dünya müharibəsində gəldi, Yaponlar buranı aldı fransızlardan. Sonra Fransızlar təzədən bura gəldi, amma artıq Kambocalılar belə deyim də ayılmışdılar. Özləri öz müstəqillərini elan elədilər filan beşmikan. Kambocada krallıq var idi. O kral bir müddət hakimiyyət apardı. Daha sonra belə deyim, o krallıq bir nöqtədən sonra devrildi. Sonra Pol Pot gəldi. Pol Pot 4 il hakimiyyətdə qaldı Pol Pot. O məşhur soyqırımda elə o müddətdə oldu. 8 milyon əhalinin 2 milyonu Pol Pot qırdı. Daha sonra Pol Potu Vyetnamlılar gəlib devirib burada başqa bir hakimiyyət qurdular. O hakimiyyət də daha sonra artıq yenidən krallığa çevrildi. Belə indiyə qədər də krallıq olaraq davam etdi. Yəni belə sizin üçün çox da maraqlı olmayacaq bir məlumat verdim. Burada dediyim kimi bu meydan, bu gördüyünüz meydan Phnom Penh'in kraliyyət sarayının meydanıdır. Bunu da bitir. Ya artıq yəni o Allah şeylər gəlir. Monk qardaşlar gəlir. Hello. From? Azərbaycan. Oh, Brazil, okay. Brazil nədir? Azərbaycan, no Brazil. No Brazil. Və dünya nemətlərindən məhrum idilər bunlar. Bunlar monklar özlərini dünya nemətlərindən məhrum edibdilər falan beşmişə. Deyirlər ki, biz dünya nemətləri... iPhone 17 Pro Max işlədir. Deyir ki, biz dünya nemətlərindən məhrum... Ay, come on da, yəni... Deyirəm Azərbaycan, deyir, o, Brazil. Azərbaycanla Brazil oxşar sözlər deyil. Deyirlər ki, monklar monklar insanların verdiyi sədəqələrlə yaşayırlar da. Yəni onlar insanlar onlara yemək verir. Monklar da belə deyim, məbədlərdə falan 5 milyon yaşayırlar, amma yəni o yeməklə iPhone 7 Pro Max kimsə sədəqə verdi, yəni. Come on da. O məşhur bir mahnıda deyildiyi kimi aldatmayaq bir-birimizi. Mənə yol vermişsiniz. Amma həyatı boyu söhbətini onda bilməyəcəm. Yəni bütün Kambocada yəni cəmi bir dənə nöqtədə polis olur. O da gəlib məni sağlar. Düzə yəni öz günahım idi. Yalnız doldurma məntəqəsindən çıxanda tərs yöndən çıxdım. Belə yola belə çox tərs yöndən girdim. Uzaqdan gördü, çağırdı məni. Həyatımdakı ən belə qəliz rüşvət vermə mərasimi oradaydı. Necə məndən rüşvət istəyirdi. Çağırıb məni, nə qədər istədi ağa? 4 göstər əliylə. Deyirəm ki, elə biləm bəs şey göstər. Nədir ona? 4 dollar deyir. Dedim, o nə zor, 4 dollar. Dedi, nə 4 dollara ki, 40 dollar. Dedim, ağa, 40-na da kimə heç Cənab Şərqi Asiyada 40 dollar xərcləməmişəm. 40 dollar falan. Dedim, mümkün deyil, mümkünatı yoxdur 40 dollar falan. Neçə verdim, ha? 30 manat və 40 manat, yəni belə bir şey. Rüşvət verdim, dedim, yazma, ay nəsib. Deyib yazdırmadım. Bura girmək olur, yoxsa
Bu əli ilə saxlayıb. Əlham. Bu əli ilə saxlayıb bunu yoxsa yox? Yaxşı, niyə əsəbləşirsən? Hə, bura şeydir, hərbi yerdir. Əli ilə saxlayıb bu bunu. Niyə belə əsəbi şey baxdı bu mənə? Çünki gördünüz onu baxmağı? Sonra belə əsəbi baxdı. Əli ilə saxlayıb. Şalqam yetim əli ilə saxlayıbdı. Kimsə gələndə açır bura. Onu bir yerə bağladı heç olmasa. Gördünüz onu şeyi. Belə tərs-tərs baxmağı. Hərbiçi baxışları olur, yəni belə çıxacaq buradan zaten. Hello. Thank you. My friend demədi amma yəni my friend demiş qədər oldu çünki heç qanım sinmədi. Onun sən də baxışını gördün mənə, yəni denən qayıdaq da çıxacaq buradan falan. Burada yəqin ki monklar qalır. Paltarların yüyü basıblar. Hello. I am sorry, Bob. Where you go now? I don't know. You sit here? No, thank you. Okay, no problem. I am sorry. Good morning, good afternoon. Thank you. Burada belə nədir onlar? Pagoda var. Mahnı oxuyur. Ve monklar burada oturup söhbət edirlər. Amma yəni mən bura gələndən sonra monk düşüncəsi beynimdə çox dəyişdi. Çox dəyişdi. Yəni mən monkları çox məsum bilirdim. Yəni adamlar 17 bəlkə də bilsən nəyə görə iPhone 17 Pro Max işlədir monklar. Bu monklar da aranjı geyinir. Monklar da aranjı geyinir. iPhone 17 Pro Max aranjıdır. Bəlkə də ona görə deyirlər ki, bəs bizə şeydir, ona nədir? Bizə olar iPhone 17 Pro Max işlətmək. Aha, buradan isə idman edirlər. Nə idman edirsiniz qardaş burada? Hərbiçisiniz siz, yoxsa idmançısınız? İdman işçi. Bunlara pis oldum ya. Bunlar uşaqlar bırak geçsin. Starşına, bunları bırak geçsin, ay starşına. Buradan keçsin, yox, o tərəfdən keçirdi. Ay starşına, bunları bırak geçsin, bu uşaqlar əliyyət çək. Bu hərbiçidirlər bunlar, yox idmançıdırlar. Bilmədim, hərbiçidir yoxsa idmançıdırlar bunlar. İdmançı olmazlar yəqin ki. Çünki içlərində qarınlıları var. Hərbiçidə qızlar gün ortaya bu vaxtda idman edirlər. Zulmunuzda yazıqdılar axı onlar. Starşına bırak geçsin onları. Burada ayaq voleybol oynayırlar. Aha. Hə. Ay maşallah. Ha, bu ikisi birdir, bu təkdir, yoxsa? Ha, bu ikisi birdir, bu təkdir. Aha. Hə? Nə deyirsən? Nə deyirəm? Ha, bu ikisi birdir, bu təkdir. Ha. Yox. Güclüdür bu. Güclüdür o. Ha, bax, burada şey göstərir. Kambocanın müharibələrin falan beşmikan. Deyir ki, bizi bombardıman edibdilər. UNESCO-nun mədəni siyasındakı abidələrimiz dağıdılıbdır. Hərbiçi. Sadəcə olaraq bir şey başa düşmədim. Sizi bombalayın, Amerika bombalayıbdı Kambocanı, Vyetnam müharibəsi zamanı. Sonra kim bombalayıbdı buranı? Əsasən yəni Taylandla müharibə aparıbdılar da bunlar. Pol Pot da ki, yəni öz işlərindən birisi idi. Yəni mən bir şeyi başa düşmədim. Yəni bu kimə ithaf olunubdu ki, yəni düşmən olaraq burada kim göstərilibdi? Mən onu başa düşmədim. Haran əsgərləri göstərilibdi burada düşmən olaraq. Tayland mı? Yəqin ki Tayland olardı. Çünki bunların müharibəsi Taylandlandı. Yəqin ki Taylanda qarşı bir şeydir o. Yox. Hə, orada Tayland bayrağı deyirəm də, Taylanda qarşı bir şeydir. Yəni Penaplasdan bu cür dronları düzəldibdilər. Belə deyim də, yəni güya ki Tayland dronlarıdır bunlar, gəlir. Bunlar Penaplasdan düzəldibdilər. Belə gəlib bombalar buraxır Taylandın dronları.
Bu da qürurla mənə baxır ki, gör necə propagandamız işə yarayır. Biz propagandaya gedən oğlanıq. Çox istidir, çox. Ben burada biraz oturum. Ah! Oo, dəhşət istidir ha. Yəni sənə deyim. Çox istidir. Burada o başları dediyim yer. Görürsünüz. Tonlsap çayı buradan gəlir. Ortada yarımada var bir dənə. Orada da Mekong çayı gəlir, birləşir. Mekong çayı olaraq yoluna davam edir, çıxır gedir. Amma bu çayın qırağında oturmaq həqiqətən də çox belə qəşəng olur. Formada aşağında düzəldibdilər. Amma gəlir, özellikle axşam saatlarında falan gəlirlər, çayın kənarında belə otururlar. Əssalam. Görürsünüz? Boydan boya bu formada maraqlı düzəldibdilər. Axşam olduğuna görə axşam səyahətinə başlaya bilərik. Hello, 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 hello. Şirinlər, şirinlər. Axşam olduğuna görə axşam səyahətinə başlaya bilərik. Çox uzun tutmayacağım amma bura günorta gəldiyim o night marketdir buranın axşam bazarı. Amma buranın axşam bazarını nəyi sevirəm? Phnom Penh axşam bazarında bir şey göstərəcəm. Bax, Phnom Penh'in night marketdir bura. Burada qışın meyvələr var. Neyse meyvədən sonra gəl. Bax, Phnom Penh'in night marketdir bura və bu cür yerdə oturma olur. Görürsən? Burada yerdə oturma olur belə. Yerdə oturub cəmaət yerdə yemək yeyir. Gözəl bir şeydir amma mənim üçün buranın qiymətləri biraz baha gəlir. Niyə? Yəni belə maraqlı bir yerdir. Meyvələrdən çox qəşəng meyvələr var. Mango, qaydan başı mən buradan mango alaram. Xoşum gəlir mənim bu şeydən. Yaşıl mangodan. Yetişmə, kal mangoda belə deyim. Burada Phnom Penh'in qırmızı işıqlı küçələri, qırmızı işıqlı olan küçələri. Nə keçin? Qırmızı işıqlı küçələri Phnom Penh'in. Taylanda baxanda yəni şükürür, ən azından üstüvə cummurlar. Yəni bir sakitcə qıraqda otururlar. Sakit. İşləri yoxdur sənin. Burada, bir dənə bura fikir verin. Burada parkmaxırdır. Yol üstü bir parkmaxır, fikir verin. Yol üstü belə bir parkmaxır. Parkmaxırdır, işləyirlər, qəşəng. Elə. Yəni parkmaxır deyəndə yəni gedib mütləq şəkildə özlərinə bir lüks şəraiti bir yer açacaqlar deyə bir şey yoxdur. Yolun kənarında bu formada manikür, pedikür və s. və bu. Yəni əldəki imkanlarla. Bir kimi buralar artıq buralar dediyim kimi artıq Phnom Penh'in qırmızı işıqlı küçələridir. Qırmızı işığı olan küçələr. Aha. Elə onun ters kameraya baxmağını gördüm də yəqin. Onun ters kameraya baxmağı. Heç xoş niyyətlə baxmadı kameraya, amma olsun. Bu da Phnom Penh'in belə deyim gecə həyatı. Yəni çox pis şeylər də göstərmədim. Heç pis şeylər də göstərmədim. Belə ucundan qırağından bir şeylər. Belə deyim, mən çox kifayət qədər onun adı nədir? Belə Leyli gecə həyatı var. Phnom Penh. Belə. Heç bir şey. Videonu ilə burada yekunlaşdıraq. Ümid edirəm ki, hoşunuza gələn bir video oldu. Ümid edirəm ki, bəyəndiniz videonu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.